Gəlin Avropanın çəkməsindən danışaq. Xəritəyə baxdığımız zaman həqiqətən də çəkmə formasını xatırladan Apennin yarımadası Avropanın ən gözəl ölkələrindən birinə ev sahibliyi edir. Söhbət İtaliyadan gedir. İtaliya deyəndə ağlımıza dadlı təyyamlar, eyni zamanda gözəl və romantik şəhərlər gəlsə də, gəlin biz onun təbiətinin bilinməyən tərəflərindən danışaq. Etna Avropanın ən çox püskürən və ən aktiv vulkanlarından biridir. Hətta belə ki, bir gün ərzində Etna vulkanının bir neçə dəfə püskürmə ehtimalı belə var. Vezuvi də həmçinin İtaliyanın ən aktiv vulkanlarından biri hesab edilir. Hətta 79-cu ildə Vezuvi vulkanının şiddətli püskürməsi nəticəsində Pompey şəhəri məhv edilmişdi. Havaya atılan zərərli qazlar, eyni zamanda vulkanın külləri bir müddət sonra yerli əhalini və Pompey şəhərini tamamilə yer üzündən sildi. Kiçik bir adada yerləşən Stromboli vulkanı Aralıq dənizinin mayağı adlanır. Bəs buna səbəb nədir? Belə ki, Stromboli vulkanı püskürdüyü zaman dənizçilər ondan işığı görmək məqsədilə istifadə edirlər. İtaliya haqqında az bilinən məlumatlardan biri isə onun tərkibində iki ayrı müstəqil dövlətin mövcud olmasıdır. Bu dövlətlər Vatikan və San Marinodur. Vatikan dünyanın ən kiçik dövləti hesab edilir. Eyni zamanda Katolik kilsəsinin də mərkəzidir. Biz hətta buradan belə bir nəticəyə gələ bilərik ki, İtalyanların 90%-dən çoxu sırf xristian dininin Katolik qoluna mənsubdur. İtaliya Qərbi Avropanın ən hündür zirvəsinə də ev sahibliyi edir. Bu zirvə İtaliyanın şimalında uzanan Alp dağlarının ən hündür zirvəsi olan Mont Blanc zirvəsidir. Sizi daha hansı ölkələri maraqlandırırsa, bunu şərhlərdə qeyd edə bilərsiniz.